Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə yenə Məryəm xanıma gələn suallara cavab. Çox sual verirsiniz ki, Məryəm xanım, dişlərimizi hansı həkimə əmanət edə bilərik? Sizin haqqınızdır soruşmaq, mənim də borcumdur sizin suallarınıza cavab vermək. Mənim əzizlərim, gülüşünüzü gizlətməyin. Çox insanlar gülüşünü gizlədir ona görə ki, dişinizdə qaralma olur, nə bilim çürüyür, nə vaxt eləmirsiniz. Çoxunuz vaxta görə, çoxunuz imkan eləyə bilmirsiniz. İndi sizə elə bir yer deyəcəm ki, həm öz Azərbaycanlılarınızdır. İnsanı qərib yerdə öz Azərbaycanlılarından gözəl nə ola bilər? Çünki ürək sözünüzü deyirsiniz, endirimlər elətdirə bilirsiniz hər şeyə və elə bir abstanovkadır ki, indi sizə bir-bir çəkəcəm. Mənim əzizlərim, dediyim kimi sizin hər birinizin, hörmətli cənablar və hörmətli xanımlar, gülməyə ehtiyacınız var, sizin haqqınızdır. Gedək sizə göstərim. Əzizlərim, Adiona klinikası sizə gülüşünüzü sevdirəcək. Burada dişlərə sevgi ilə baxırlar və belə sevgi ilə ancaq bunu yalnız və yalnız Adiona klinikasında bu sevgini əldə edə bilərsiniz. Mənim əzizlərim, ən son avadanlıqlar. Və deyim ki, bu klinikada özünüz sertifikatlar da görürsünüz. Bu klinikada hər bir şey realdır. Adiona klinikasında narkozla yox, rahatlıqla, stomatoloji klinikada yeni nəsil müalicə ilə rastlaşacaqsınız əzizlərim. Diş həkimlərindən qorxanlar üçün deyim ki, Adiona klinikasında nitrografiya ilə ağrısız müalicə, qiymətlər münasib, ona görə sevirəm mən bu klinikanı. Deyim ki, qısası bu stomatoloji klinika çox fərqlidir. Şamil doktor, salam. Sağ ol. Zəhmət olmasa klinikamızda, mən bilirəm ki, çox gözəl işlər gedir burada, çox gözəl həkimlər var, biri-birindən sizin kimi dəyərli həkimlərdir. Siz özünüz də bizə deyin görək, nə işlər görülür burada? Мы занимаемся лечением всех стоматологических болезней. В первую очередь это самое распространенное кариес и его осложнения. Лечим всегда менее инвазивно, всегда работаем на качество, делаем работу аккуратно, максимально сохраняем свои ткани зубов. Вот. Восстанавливаем зубы при помощи композитных материалов, при необходимости восстанавливаем какими-то керамическими конструкциями. Также делаем эстетический порядок, наводим, занимаемся эстетической стоматологией и всем остальным. Очень хорошо, отлично, спасибо вам. Bir sözlə özünüz də tanış oldunuz, gördünüz, həkim də danışdı. İstərdim bütün həkimlər danışsın, çünki hamısı o qədər gözəl əl işləri var ki, hamısını. Və məndən də ən əsası dişimi soruşurdunuz, mən də burada müalicə elətdirmişəm, düzəltdirmişəm. Deməli, ünvan yaxşı bir yerdədir. Moskva və Moskva ətrafında olanlar, hətta uzaqdan baxın, biz İvanova şəhərindən gəlmişik Moskvaya, müraciət eləmişik bu klinikada. Bütün qohumlarım buradakı həkimlərə müraciət edir. Deməli, metro Almatinskaya, ulica Bratiyevskaya 10 korpus 4. Mənim əzizlərim, qabaqcadan zəhd eləyə bilərsiniz. Bilirəm, əminəm ki, çox razı qalacaqsınız. Əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.